Bugün biraz miomalar haqqında danışaq. Hansı miomalar cərrahi əməliyyata, hansı isə medikamentoz müalicəyə tabe olur? Sözsüz ki, mioma və medikamentoz müalicə anlayışı tamamilə bir-birinə əks olan bir şeylərdir. Bəzən xanımlar bizə müraciət etdiyində, doktor, mən əməliyyat istəmirəm, bunun tibbi müalicəsi varmı? Necə edək ki, məndə olan miomalar böyüməsin, artmasın və yaxud da ki, içdiyim ilac, dərman onları kiçiltsin. Maalesef sizə bir sözüm var ki, miomaları heç bir dərman kiçiltmir. Sadəcə qadınlar menopoza girdiyində miomaların sürətlə artması prosesi dayanaraq, sürətli inkişaf tamamilə kəsilir. Miomalar qadınlarda aşkarlanırsa, qadının yaşına baxmaq lazımdır. Fertil olub olmadığına baxmaq lazımdır. Mioma və hamiləlik birlikdə yürüyərmi deyə bir sualla qarşılaşmaq lazımdır. Yəni ümumi miomalardan danışanda ortaya çıxan suallar çox olur. Oysa bunu tək başına çözə bilmərsiniz. Bizimlə qalın, kanalımıza abunə olun və mütləq məsləhətləri professional ginekoloqla edin.